Energetik içkilərlə bağlı bu fikirlər tamamilə doğrudur. Çox təəssüflər olsun ki, gənc yaşlarda baş verən qəfil ölümlərin əksəriyyəti məhz elə Avropa Ürək Cəmiyyətinin tövsiyələrində energetik içkiləri çox istifadə edən gənclər arasında görüldü və bu böyük elmi toplantılarda öz əksini tapdı, çıxışlarda öz əksini tapdı. Cavan adam idi, amma ritm pozğunluğu yarandı. Enerji içkiləri ürəyi zədələyirmiş. Bir mütəxəssis olaraq bunu necə izah edə bilərsiniz? Energetik içkilərlə bağlı bu fikirlər tamamilə doğrudur. Çox təəssüflər olsun ki, gənc yaşlarda baş verən qəfil ölümlərin əksəriyyəti məhz elə Avropa Ürək Cəmiyyətinin tövsiyələrində energetik içkiləri çox istifadə edən gənclər arasında görüldü və bu böyük elmi toplantılarda öz əksini tapdı, çıxışlarda öz əksini tapdı. Energetik içkilər tərkibindəki kimyəvi qatqılar sayəsində əlbəttə ki, arterial təzyiqi yüksəldir, ürək döyüntülərinin sayını artırır, ürəyin aparıcı sisteminə, ürəyin aparıcı sistemi dedikdə ürəyin daxilindəki impulsları ötürən sinirlərdən söhbət gedir. Çox kifayət qədər aktiv təsir göstərə bilir. Əgər çox miqdarda və uzun müddət qəbul edilirsə, bunun ağırlaşması birmənalı şəkildə aritmiyalardır, var olan xəstəliyin artırılmasıdır, arterial hipertenziya xəstəliyidir, yəni təzyiq xəstəliyidir və qəfləti ürək dayanması kimi onu qiymətləndirə bilərik. And waits for after dark.